Cəmiyyətdə gənc qızlarımız arasında hamı karyera üçün çalışır. Heç kimi siz deyən o ailə dəyərləri, sadə sıradan ana olub, evladı böyüdüb, o məsuliyyəti tamamilə doğru şəkildə yerinə yetirmək kimi bir qayğısı yoxdur artıq. Və hətta ailə qurub evlad sahibi olmağı geri düşüncəlik, geridə qalmışlıq kimi təqdim edirlər və çox sürətli şəkildə bu artıq belə deyim də bütün gənclərə bəli sirayət elədi. Artıq valideynlər öz evladlarını evləndirə bilmir. Mən sizə bir şey deyim. O pritçə ki var Bibliyada, Quranda da var o. Adəm və Həvvanın cənnətdən qovulması. Orada şeytan qadından yanaşır Adəmin ailəsinə. Qadın biraz da nəfsi təmsil edir, nəfsi daha aktivdir. Kişi də aktivdir, qadın biraz daha aktivdir. İndi də bizi huzurumuzdan qovub çıxartdılar, ailə institutumuzdan qovub çıxartdılar qadına yaxınlaşmaqla. Mənim şübhəm yoxdur ki, bu feminizm çox təhlükəli, məkirli bir şeydir. Və min illərdir ailə ona görə mövcud idi ki, qadın qadınlığına qatlaşırdı. İndi qadın qadın olmaq istəmir. Ana olmaqda uduzmaq görür. Bəli. Halbuki ana olmaq qadının ən böyük nailiyyətidir. Kişi, təkrarlayıram son vaxtlar mən bunu, çünki bu bütün mənim sözüm deyil, bu bütün şərq fəlsəfəsinin kvintesensiyasıdır. Kişi yer üzünə gəlib ki, həqiqəti tapsın və canını ona qurban versin. Qadın yer üzünə gəlib ki, evlad dünyaya gətirsin. Qadınla kişi həyatının məqsədləri arasında simmetriya yoxdur, tamamlama var. Qadını kişi ilə yarışa soxdular. Qadının psixikasına, fabrik ayarlarına uyğun gəlməyən bir həyat planı çizdilar qadına. Xoşbaxt olmadı. Heç xoşbaxt olmadı və siz demişkən bu ailə dəyərlərini gözdən saldılar. Gənclər evlənirlər, uşaq dünyaya gətirməyə tələsmirlər. Bəli, bəli. Mən uşaq dünyaya gətirəcəm, olacam Fatma Nisə, Tükəzban olacam, nənəm kimi olacam. Bəli, nənən kimi olmaqda böyük bir şərəf var. Həyatın mistikasıdır bu, ana olmaq. Ən böyük mistikadır. Analıq meyvəsindən daha dadlı heç nə dada bilməzsən. Gedib NASA'da da işləsən, gedib Nobellər də alsan, Marie Curie kimi, heç vaxt analıqdan aldığın bəhrə qədər bəhrəli olmayacaq bu. Acıdır analıq. Acı günləri çoxdur, əziyyətli günləri yoxdur. Amma bu acıyı, biz məsələn xörəyimizə də acı tökürük də, məsəl üçün, dad verir. Bu acı sənin həyatına dad verir. İnan ki, bundan dadlı heç nə yoxdur. Bilənlər bunu bilir. Amma tovlaya bilirlər, gənclərin başını aldada bilirlər. Yox, sən də əvvəlki nəsillər kimi uşaq dünyaya gətirəcəksən, çox uşaqlı ailə mi olacaqsan? Yox, sən gəz, toz, dünyanı axtar, sən qeyri-adisən. Qeyri-adilik adilikdədir. Bunu başa düşənə qədər çox vaxt keçir. Bəli, təəssüf ki. Qeyri-adilik adilikdədir. Müdrik torpaq kimi olmalıdır, parıldamamalıdır.